göt oğlu göt. 3-4 dəfə Strasburqda qabağıma çıxmışam. Qəhbə Səməd deyə qışqırmışıq Məhəmməd Mirzəli ilə. Cındır kimi gizlənmisiniz. Hamınız qəhbə kimi gizlənirsiniz, sonra da deyirsiniz ki, Avropadan söyüş söyənlər. Bəs sənin arvadımın ağzına verməyək, neyniyək? Sən özün çıxıb öz tələbəvi qayırmısan. Qəhbə özü erməni tələbəvi ya. Erməni tələbəvi özünə bilət qəhbəvi arvad eləmisən qayırandan sonra. Oğlun Amerikada oxuyub. Oğlun İngiltərədə oxuyub. Oğlun Fransada oxuyub. Göt oğlu göt hansı pullarla oxuyub? Öyle də çıxıb açıqlama verir. Belə ki, mənim oğlum Amerikada, Fransada, İngiltərədə oxuyub. Xeyr ola, qəhbənin balası. Sənin oğlun həyatda bir dəfə yaşayacaq, biz 10 dəfə yaşayacaq. Növbəti həyatda bizə yaxşı olacaq. Mən də istəyirəm də yaxşı yaşayım. Yaxşı yaşayıram. Ne deyir? Türmədə deməli, üzr istəyirəm, haşiyədən kənara çıxdım. Deməli, 9 ilin ilk günüdür, srokdayam. İlk günüdür, yəni. Zeki dayı da gəlib ziyarətimə. Allah səni var eləsin, Zeki dayı. Sağ ol, Allah razı olsun. Xəstə olan qardaşlarımızın qapısını açsın. Buradan yaxşılara İlahi amin. Qəhvə ilə qəhbədir. İlham Əliyev özü qəhbədir. Yan yörəsindəkilər də hamısı İlham kimi qəhbədir. Buyur Zeki dayı, söz sənin. Sağ ol, Allah razı olsun. Mən buradan da müraciət edirəm. Az qalıb çıxıram, indi gedəcəm. Müəyyən işlərim də var, namazımı da qılmalıyam, ona söhbət yox. Yəni, bax, ilk günü Elşad, yəni ki, birinci zondadır, boşum. Nəysə, müxtəsər, Bakırlarıma buradan müraciət edirəm ki, o ağsaqqallar ki, hansılar ki, həqiqətən Heydəri, İlhamı tərifləyirlər, onunla irəli deyirlər, onların harada gördünüz üzlərinə tüfürün. Tüfürün belə alsaqların. Bir çoxları da var ki, hansılar ki, dururlar, satqınlıq edirlər. Başlayırlar ki, adı nədir, bəs belədir. Bakırlılar, nə bilim, birləşmək istəyirlər bir yerə. Bütün Bakırlılar, yəni, kətlər olsun, Bakının özü olsun, hamısı mübarizəyə hazır olsun. Hamısı, yəni ki, Qabilin də verilişində, Elşan da verilişində demişəm ki, nələr eləyin ki, hazır olasınız belə şeylərə. Ruhdan düşməyin. Çünki bu rejimi yıxmaq lazımdır. Bu sistemi sındırmaq lazımdır. Bu Rusiyanın Siyonist təşkilat tərəfindən, İsrailin Siyonist təşkilat tərəfindən Azərbaycanda idarə olunur. Azərbaycan idarə olunur. Bu sistemi sındırmaq lazımdır. Qırmaq lazımdır ki, canımız qutarsın. Həqiqətən. Ona görə də siz hər biriniz, istəyir Azərbaycan rayonları olsun, Bakı olsun, Gəncə, Sumqayıt, har olursa olsun, hər biriniz bir-birinizə hörmətlə yanaşın. Hörmət nədir? Hörmət odur ki, biri ala deyir, biri aya deyir, biri dana deyir. Bu, hər bir bölgənin ləhcəsidir. O ləhcəyə hörmətlə yanaşın. Başa düşürsünüzmü? Və burada durub bir-birinizə şeyləməyin. Bir ayaqqabınızı, birini oğurlayanda eləyəni, birinizə hücum edirsiniz. Amma ki, torpağımızdan milyardlarla pullar oğurlanır. Onun üstündən vırışmağa hazır olmaq istəmirsiniz. Bütün o bu qızıl üstündə, Azərbaycanın qızılları, yeraltı qızıl üstündə mübarizəyə hazır olun. Azərbaycanın nefti uğrunda hazır olun. Azərbaycanın qara kürüsü, alüminiumu, civəsi, yəni ki, yeraltı yerüstü sərvəti uğrunda mübarizəyə hazır olun ki, şəhərə çıxanda utanmayasınız, əlinizi cibinizə salıb, uşağınızı, xanımınızı, yəni ürəyə istədiyini ala bilərsiniz, öz ürəyiniz istədiyinizi ala bilərsiniz, yaxşı maşını ala bilərsiniz. Bunun üçün nə lazımdır? Döyüşmək lazımdır. Benim bu sözüm bütün Avropada olanlara, Azərbaycanda, Rusiyada, SNG'də olanlara aiddir. Və Cənubi Azərbaycanda olanlara da aiddir ki, yaxşı yaşamaq üçün, yaxşı dövlətimizi qurmaq üçün, yeni texnologiyaları Azərbaycana gətirmək üçün, zavod fabriklərinin quruluşu üçün, kənd təsərrüfatının artması üçün, maldarlığın artması üçün, necə deyərlər, sərbəst biznesin olması üçün, yeni düzəmin yaxınlaşması üçün hər bir kəs rahat dolanmaq istəyirsə, mütləq hamı döyüşə hazır olsun. Çünki biz döyüşməsə, bunlar qanla gəlirlər, qanla getməzlər. Ona görə də hər bir kəs qoşulsun, qabil prezident olması çox gözəl, çox qəşəng. Hamı dəstək versin və hamı Qabilin, Elşadın, Zəki kişinin, bizim əqidə qardaşlarımızın ətrafında toplansın ki, bu rejimi sındıraq, məhv edək. Və buradan biləsən, ay İlham və sənin bütün ətrafında olanlar bilsinlər ki, biz sizin kimi alçaq bir qeyrət uğraşların qarşısında əyilmərik. Biz sınmarıq. Çünki biz əsl İmam Hüseyin yolu gedirik.